Sabahınız xeyir dostlar. Taksi Baku kanalımızın izleyicileri. 0509'dur. Maşına tərəf gedirik. Maşında devam edirəm çəkilişə. Dostlar, işe tərəf gedirik. Bugün keçən səfərki kimi maşını uzaqda saxlamamışam, biraz yaxına saxlamışam. Və həftənin birinci günüdür. Ayın da 21'idir. Böyle 21 April. Gerek Allah Teala bugünkü rızımızı verir. İnşallah saat 10:30'a kimi neçə sifariş getdiyini sizlərlə çəkib görüşəcəyim. Geldim maşına tərəf. Bəli. Maşına tərəf geldi dostlar. 05:21 11. Bəli dostlar, yola çıxmışam hal-hazırda. İstəyirəm sizin yanınızda elə proqramı aktiv edeyim, onlayn olum. Bir saniyə, bəli, xəttə. Sizin yanınızda elə dostlar onlayn oldum. Bəli. Həftəlik seçimimi də eləyim. Həftəlik necə getmək istədiyimi seçim. 150 sifariş, 120 manat eləyir. Bəli, 150 sifariş seçim. Bəli. Gedə bilməsəm də heç nə olmaz. Əsasda seçmişəm. Bəli dostlar. 150 geliş seçtim. Birinci sifarişi de kabul edin dostlar. Gerek sifarişi hara verir? Yaxına verse heç, uzağa verse çok uzağa verdi. 11 dəqiqə uzağa verdi. 9 kilometre. Atmenit eləməsə elə siftəni eləyərik dostlar. Allah'a emanet olun. İnşallah saat 10:30'da xətti bağlayacağım və neçə geliş getdiyimi sizə deyəcəyəm. Saat 05:22-dir hal-hazırda, bəli. 05:22, bir saniyə. 05:22 dostlar. Bəli. Kısaca dostlar, biz kasıblar yenə nə etməliyik? Gecəmizi, gündüzümüzü bir-birinə qatıb işləməliyik. Bəli. Nədir? Borclarımız var. Kredit öhdəliyimiz var. Problemlərimiz var. Qısaca əziyyət çəkməliyik dostlar. Əziyyət çəkmədən heç nə alınmır. Oradan deyənlər kəftədir, Bakıda hoqqa verir, o yan bu yan. Kim o sözü işlədirsə mənə qarşı filan kəs kəftədir. Gündə şəhərdə o yan bu yan. Görüm Allah Taala sizə qismət eləsin belə bir keyfi. Yaxşı mı? Valla sid ürəklə deyirəm. Allah Taala o mənə həsəd aparanlar var. Allah Taala onlara qismət eləsin belə keyfdən. O həyatın özünüzdən uğurlar olsun.